Peyğəmbər sallallahu dövründə 4 nəfər şəxs olub ki, onlar səhər kafir idilər, günorta müsəlman oldular, axşam şəhid oldular. Hələ özüm araşdırmamışam, amma çox maraqlıdır. Görəsən o şəxslərin xüsusiyyəti nə idi ki, bir günün içində behişt əldə edilər. Bu cür insanların ortaya çıxması və behiştə getməsi bunu göstərir ki, insan bir günün içində düzələ bilər, bir anın içində dəyişdirə bilər özünü. Amma insanın özü öz əlində olmalıdır. Əgər insan özünü nəfsinin əlinə versə, nəfs ağlı zəiflədəcək, iradəni əldən alacaq və bütün mənəvi dəyərlərini insan ged-gedə itirəcək. İki şey var, insan onlara diqqət eləməlidir. Bir, nisbi olaraq deyirəm bu iki şey. Bir budur ki, mən Allahın bəndəsiyəm. Bütün nöqsanlarım Allah üçün məcazən deyirəm, yazılır. Yəni, hər dəfə mən xəta eləyəndə, mən günah eləyəndə şeytan deyə bilir Allaha ki, gördün, ilahi, buna mən səcdə etməməliydim. Niyə məni buna səcdə elətdirirdin? Mən düz eləmişəm. Hər dəfə mən xəta etməyəndə, günahdan qaçanda Allah deyir şeytana, İblis, gördün bəndəmi, sən buna səcdə eləməlisən. İndi mən bəzən görürsən, əksər vaxtlar Allaha sözsüz qoyuram. Allah söz deyə bilmir, məsələn. İkinci də budur ki, insan özünə dəyər verə, şəxsiyyəti qoymayasına. İnsanın bir izzəti var. Allah o izzəti qoymur, kiməsə verəsən, kimə görəsə satasan, heç kimə görə, hətta ən əziz olan valideynə görə belə Allah mütabı izzətli satsan məndən axirətdə izzət gözləmə. Bütün Allahın mühərrəmatı qorunub və mühəlləlatı qorunmalıdır. Bütün haram olan cəhətlərdən üz döndərib birbaşa Allah mütalın qapısına getmək lazım. Biz fikirləşirik ki, müəyyən işlər səbəb olar. Bəzən ki, biz hörmətdən düşərik, kimsə bizi istəməz. And olsun Allahın öz əzəmətinə, bu vaxtda yəqinə çatmışam artıq. Bilirdim nəzəri olaraq, amma yəqin əldə eləmişəm ki, bir kəsi Allah sevdirməsə, bütün dünya yığışsa, onu sevdirə bilməyəcək. İlahi Pərverdigara bizləri öz sevdirdiyin və sevdiyin bəndələrdən qərar verir. Amin.